Türkləşmək, müsəlmanlaşmaq və modernləşmək, avtof olmaq deyil, anti-Azərbaycancı olmaq deyil, süd əməri körpəyə sürtünmə fətvası verənlərə ağam demək deyil, İrancı, farsçı, ərəbçi olmaq deyil, Azərbaycanı və onun dəyərlərini heçə saymaq deyil, vətən vurulanda gülmək deyil, vətənin sirlərini İrana satmaq deyil. Pis olan bax bunlardır. Bir də sənsən. Və sonda hələ bunların içində bəlli bir qrup var ki, Xomeyniyə ağam deyir, paşam deyir. O Xomeyniyə, o Sistaniyə ki, südəmər körpəyə sürtünmə haqqı verir, sürtünmə icazəsi verir. Bu Azərbaycanlı bədbaxtın balası bunun yanına bala etibar eləyib gedə bilər səncə? Bir Azərbaycan, bu adamların qardaşım, bu adamların bir qismi açıqdan görünsə də bir qismi görsənmir. Bağçada işləyə bilər, məktəbdə işləyə bilər, uşaq xəstəxanasında işləyə bilər. Sən bunların yanına bala etibar eləyib gedə bilərsən qardaş. Bir insan, bir Azərbaycanlı bunun kimi adamların yanına bala etibar eləyib gedə bilər qardaş.